Salam. Deməli, testlərdə atılan sualların izahına başlayaq. 2 sualımız var. Burada deyir ki, rəngli hissələrin sahəsini tapın. Burada 2 dənə rəngli hissə var. Narıncı, bir də yaşıl. Deməli, burada yaşıl hissənin, baxın, bu radiusdur. Çünki 4/1 idi. Radiusu bu düzbucaqlının eni ilə eynidir. Yəni, bura 40-dır. Deməli, bu hissə də 40-dır. Deməli, bura 40-dırsa, bütöv 60-da axı bu hissə olur 20. 60-dan 40-ı çıxırıq, bərabər olur 20. Bura oldu 20. Deməli, bu kiçik çevrənin radiusu da 20-dir. Sahə düsturu da pi r-in kvadratıdır. 4/1 olduğuna görə 4-ə vururuq. Bir dəfə r-in yerinə 20 yazacaq. Narıncının sahəsini tapıb 4-ə böləcək. Bir dəfə də 40 yazacaq. Deməli, olur pi 20-nin kvadratı böl 4. Üstə gəl pi 40-ın kvadratı böl 4. Həmişə pi-nin qiymətini əvvəlcədən yerinə qoymağa tələsmək. Çünki hesablamanı uzadırsınız. Sonda da qoya bilərsiniz. Pi-ni pi olaraq saxlayın. Bir x kimi baxın da yan. Deməli, burada 20-nin kvadratı 400 böl 4 pi. Üstə gəl 1600 böl 4 pi. Bərabərdir. Deməli, 400-ü 4-ə böləndə olur 100 pi. Üstə gəl 1600-ü 4-ə böləndə olur 400 pi. Bunlar da toplayanda olur 500 pi. Pi-nin də yerinə 3 qoysaq, 500 vururuq 3-ə, cavab olur 1500. Yəni, A variantı. Növbəti sualın izahına baxaq. Deməli, burada da Emil izahı verib, düz də vermişdi. Burada, deməli, baxın, bura 3-dür. Bu hissə 3-dür. Bu hissə 3-dür. Buradan bura qədər də elə bil 3-dür. Bu hissə olacaq 8-dən 3 çıxanda 5. Bura 8, 5 olur. Sonra bu hissə 5-dir. Buradan bura qədər olan hissə də 5 olduğuna görə yerdə qalır 7. Burada olacaq 7. Və bunları toplayırıq, perimetrini tapırıq. İndi bunun bir dənə qısa üsulunu da deyəcəm. Deməli, bu 5-i 12-nin içində var, yazmırıq. Deməli, bunları toplayıb tapırıq. 8 üstə 12, üstə 3, üstə 5, üstə 5, üstə 7. 23, 33, 40. İkinci üsul necədir? İstəyir bu fiqur belə necə olsa, əgər bir yan tərəfi tam bütöv verilibsə, eni ilə uzunluğun, bunu tamamlayıb, elə ki, bunu buradan gətiririk bura. Düzbucaqlıya tamamlayır. Bu gəlir bura düşür. Bu hissə də bura düşür. Onsa biz perimetrdə bunları toplamırdıq. Adicə düzbucaqlı kimi baxırsınız. Bunu düzbucaqlıya tamamlayır. Düzbucaqlı kimi baxıb perimetrini tapırsınız. 12-nin üstünə 8 gəlsiniz, vururuq. 12-nin üstünə 8 gəlirik, vururuq 2-yə. Cavab olur 40. Yəni D variantı. Başqa sual atılmayıb. Bunların izahını verirəm. O bir testdə də baxın. Cavabları da atacağım. O bir testin cavablarını yoxlayarsınız, sualları atırsınız.